Herkese işte Meksika'dan salamlar. Hey. Thank you. Gracias. Gelirik denize. Burada bir Airbnb götürmüşük. İstidir havalar. Plus 25. Toronto'da indi mənfi 13'tü biz çıxanda. Çox soğuk idi. Biz ayın 31 çıxmışıq. Dekabrın 31'i. Dedik yeni ilə gedək biraz fərqli bir yerə. Fərqli deyəndə ki, hər il demək olar ki, bura gəlirik. Fərqli yerlərdə prosta qalıq, amma Meksikada. Çünki ən çox sərf eləyən yer bizə Meksikadır. Çünki uçuş demək ki, həmisi 4 saat çəkir. Yəni uşaqlarla çətindir də belə uzaq bir yerə uçmağa, məsələn Bakıya gedib gəlmək. Elə bil bura gəlməyin və qalmağın, yeməyin, içməyin hamısının pulunu eləyir. Bir dənə bilet pulu da. Ona görə sərf eləyir bura gəlib istirahət eləmək bizə. Hoşum gəlmişik bura. Evimiz çox gözəldir. Yuxarıda hovuz var, sportsal var, məşq zalı. Çimərlik bizdən demək olar ki, bir 5-10 dəqiqə piyada yoldur. Gəzə-gəzə 5-10 dəqiqə yoldur gedirik oraya indi. Və burada indi yeni il şənlikləri keçirilir, neçə gündür karnavallar və s. Biz getmirik, biz elə belə axşamüstü biraz getdik, baxdıq ora, amma belə adamlar demək olar ki, gecənin yarısına kimi orada istirahət edirlər. Belə evimizin yanında yaxşı supermarketlər də var, məsələn Walmart'dır, başqa yerlərdir. Səhər yeməyin evdə durub, məsələn yumurta, pomidor yumurta, belə bir şeylər hazırlamaq rahatdır da. Belə gündə bir dəfə hardasa yeyirik, məsələn restoranda, kafedə. Geri qalan vaxtı özümüz yəni ki, yola veririk. Əsas havanı dəyişmək idi bizim məqsədimiz, belə vitamin D alaq biraz. Bu aylar özdə belə hamı istirahətlərdə olur, işlər az olur, ona görə yaxşıdır bura gəlmək. Mən də Meksikanı çox sevirəm. Adamları, yeməkləri bizə çox yaxındır. Yəni ki, belə tacodur, nə bilim, quesadilla, belə fərqli yeməklər, balıq yeməkləri, ondan sonra çoxdur burada belə fərqli yeməklər, kakoslu da belə maraqlı şeylər hazırlayırlar. Nəysə, belə sizə göstərəcəm biraz yolumuzu, dənizi, baxasınız. Kim istərsə, məsələn, gəlib belə, siz də belə burada istirahət edə bilərsiniz. Yəni, Meksikada, Azərbaycandan Meksikaya, əgər sizdə, məsələn, Kanada vizası varsa, məsələn, Meksika viza əlavə lazım deyil. Ya, deyəsən, Schengen vizanız varsa, məsələn, Meksikaya ilə belə gələ bilərsiniz. Yəni, dəqiqləşdirin, mən dəqiq bilmirəm. Bizdə vətəndaşlıqdır deyə, Kanada vətəndaşlıqdır, bizdə gələ bilirik biz. Problemsiz, vizasız və s. Belə işlər. Çəkəcəm yolu, baxasınız. Belə hər yer yaşıllıqdır. Belə palm ağacları. Maraqlı. Belə şeylər. Əsas şüşələrdir. Burada demək buz üstündə buz qoyublar ora. Öyle süni. Adamlar onun üstündə sürüşürlər, skate-lə belədir, buz üstü skate-lə gəzintilər ellər orada, nəysə. Biz elə belə baxdıq, bizi buzla maraqlandırmaq çətin olar. Buzdan gəlmişik bura. İspancada bir söz demək bilmirik, ancaq gracias da belə şeylər. Gracias yəni çox sağ ol deməkdir. Yəni belə asan şeylər bilirəm. Amma ingiliscə danışır. Yəni ingilislə yola vermək olur. Plus telefonda ChatGPT-dən zaten baxıb eləmək olur. Nəsə danışmaq olur adamlarla. Hər yer hələ ki yeni il stilində hazırlanıb. Belə maraqlı qrafitilər var yollarda. Şəkillər belə
Biz burada birazdan əsas hissələrinə çıxacağıq. Belə maraqlı şeyləri də var. Taylandda var bunlardan deyəsən. Motosikletlərdən sürürlər belə. Polislər burada biraz qorxulu görsənir. Arada belə böyük avtomatlarla gəzirlər belə. Belə bir şey bizə məsələn biz tərəflərdə olmur da. Əsasən hamısı gizlədir öz tapancasını. Burada tapanca deyil, burada avtomatla gəzirlər. Yəni ki, Cancundan bura hardasa 1 saat 20 dəqiqə cənubadır, belə deyək. Cancun aeroportundan bura avtobuslar gəlir. Hardasa 10-15 dollardır qiyməti bura gəlməyin. Qəşəng kondisionerlə zaten. Belə taksi də götürə bilərsiniz. 90 dollara məsələn oradan bura. Bizim evimiz düz öyle avtobus dayanacağının demək ki yanındadır. 300-400 metr aralı. Biz avtobusla gəldik bir dəfə. Keçən dəfə taksilə gəlmişdik. Keçənlərim. Belə fərqli hostellər də var. Gəlib kim istəyirsə tək sən dostlarınızla gəlib qalmağa və burada belə maraqlı yerlər var. Gəlib belə qala bilərsiniz. Burada çoxlu restoranlar, barlar, diskotekalar, yəni əyləncə çoxdur cavanlar üçün. Yaşlı adamlar üçün də ki dənizdə, dəniz və nədir onun adı? Hovuz, yeyib içməyi belə yavaş-yavaş yaşayırsan da belə heç yerə tələsmirsən. İstədiyin vaxt oyanırsan, istədiyin vaxtı deyirsən yatmağa, stres azdır. Stres azdır, belə deyək. Və yollar keçəndə biraz stres olur. Çünki dayanmır maşınlar. Maşınlar heç dayanmırlar yəni ki. Demək olar. Adamlar oturub belə səhər yeməklərini yeyirlər. Görürsünüz. Yəni bu Meksikanın belə çox belə deyək, sivil yerlərindəndir. Burada azdır belə. Bu quldurlu zat belə şeylər burada olmur da. Yəni başqa ərazilər var, harda ki bu fərqli şeylər kriminal şeylər olur, amma burada olmur yəni. Burada onun ki rahatdır belə deyək. O baxımdan özümüzü belə rahat hiss edirik də ki turistlər çoxdur, yəni əsasən Amerikadan, Kanadadan bura çox gələnlər olur. Ona görə bura çox belə rahat şəhərdir. Adı Playa del Carmen'dir. Playa del Carmen. Burada sezon vaxtı başlayır yanvar ayından. Böyle dekabrda yavaş-yavaş yəni başlayır, amma yanvarda ən qəşəng sezon başlayır. İndi yanvardır. Yəni turistlər məsələn çoxdur burada. Hamı gəzir. Belə hər yerdə restoranlar, kafelər, marojnalar, nə bilim belə şirniyyat. Hər şey burada var. Yəni maşın kirası, nə bilim su altı məsələn üzmək istəyirsinizsə, o balıq tuta bilərsiniz, jet ski, paraplan da çoxdur belə. Fərqli, maraqlı, istirahət üçün yerlər. Hər yerdə belə şən musiqilər, canlı musiqilər də olur. Məsələn, yemək yerində canlı musiqidir. Gəlirlər, məsələn, çalırlar. Hətta öz restoranın adamlar deyilsə də. Sonra şeylər var. Cirque du Soleil, Kanadanın sirki. Montreal sirkidir, dünya üzrə tanınmış. Burada onlar şovlar eləyirlər. Sonra burada qəşəng bir dənə klub var, Coco Bongo. Deyəsən dünyada ən tanınmış klublardan biridir. Biz oraya bir dəfə getmiş uşaqlarımız olmayanda. Maraqlı yerdir. Amma içki zad içmirik indi. Bizə oraya getmək sərfələnmir də. Yeyib su içməyəcəmiş orada. Ona görə içkini zad tərk etmişik. Qızım da var, qaça gedir. Dənizə istəyir tez getsin.
Dənizdəki də buradadır. Dəniz üzərindəki bu Meksikan Mexican Gulf diye bir şey. Meksikan güzelliği bir de bura. Okean demek bu şey de yani Atlantik Okean'dır. Burada small shop'u turistler için yerler. Şimdi biz çıkacağız burada 5. Avenue'ya. Buranın tanınmış bir küçəsidir. Turistik bir küçədir. Her yerde ve çoxlu belə mağazinlər, restoranlar. Görürsünüz, çıxan kimi fikirə sırası hiss olunur ki, bəs şey gəlmişsən də, Meksikaya gəlmişsən. Çoxdur burada belə maraqlı tatu yerləri, məsələn, tatu əgər istəyirsinizsə, özünüzə eləmə. Yəni, məsələn, burada tatu eləyə bilərsiniz. Məsələn, tequila mağazinləri var belə, girib tequila dadına baxa bilərsiniz özünüz, pulsuz belə. Özləri dərəcələr, bütün hamısının dadına baxa bilərsiniz. Mən içki içdiyim vaxtlar, 3-4 il əvvəl belə gəlib şey içmişdim orada. Mağazinəyə gəlib dadına baxırdım. Sonra da nəsə alırsan əlbəttə ki, amma çoxsuna elə belə dadına baxırsan prosto. O qədər fərqli şeylər var ki, belə öz yerli paltarları var, hansılar ki, adamlar özləri eləyir. Amma burada belə hamısı fərqli mağazinlərdir. Paltar, nə bilim, sport mağazinləri. Görürsən? Belə. Burada sonra nələr var burada? Mollar var. 2 dənə böyük mol var burada. Kurs burada 16.85'dir, 1 Amerikan doları. Kanada doları çox düşükdür burada. Yəni 12.60'dır. Yəni 1 il əvvəl 14 idi. 14 peso. Yerli pullarda pesodur. Meksikan pesosu. 1 Amerikan dolarına bizdən dəyişdik 17.15 peso. 17 peso belə deyək, 1 dolar. Məsələn, gəlirsən lijak götürürsən dənizdə, 2 dənə lijak zontiklə 250 pesodur. Baha deyil yəni. Biz belə yerlər tapmışıq, hansardakı yaxşı haradakı sərf eləyən qiymətlərdir. Çünki hər yeri bilirik də, 3-4 dəfə gəlmişik buraya deyə. Bilirik haradakı sərf eləyir. Elə isə, məsələn bu küçədə harada otursan restoranın hamısı şeydə, qiyməti 3-4 dəfə çox olacaq. Çünki turistik küçədir. Yerlilər burada məsələn bu küçədə yemək yemirlər. Gəlirlər məsələn başqa küçələrdə yeyirlər yeməklərini. Biz də ona görə tam bilirik, məsələn yerlilər haranı sevirlər. Ora əslində daha dadlı olur ümumiyyətlə də və qiymət də yaxşı olur, ona görə belə sərf edir. Maraqlı şeylər var. Özləri. Və çoxlu belə adamlar öz əlləri ilə hazırladıqları nə bilim, qol bağlar belə taxırlar, bir də satırlar adamlar. Belə. Və çoxlu belə padelkalar burada satırlar. I'm filming myself. Hey, my friends, how are you? This for the YouTube? Yeah. Oh, so beautiful. Yeah. Qaqaş burada mağazində işləyən adam idi. Şeydi, dayandı biraz, salamzad verdi mənə. Belə. Uşaqlarımız belə yavaş gedir. Kalyaska 2 dənəlik kalyaskadır bizdə. Ona görə buranın da yolları pis olduğuna görə biz dedik kalyaskını heç götürməyə, qalıb evdə piyada gedirik. Biraz gec olur belə, amma ki yenə də normaldır. Gəzirik, yavaş-yavaş gəzirik. Biz çatmışıq demək olar ki dənizə. Hələ istəyirəm sizə dənizə çatmağımızı göstərim. Belə oran baxarsınız biraz. Burada yerli bu indiyeslərdir, bilməm, indilər. Hindistanlılar yox, indilər də. Çoxdular, Azteklər, Maya zadı. Onların burada dənizdə rəqsləri zadı var, çox maraqlı belə şov göstərirlər. Ona baxmaq maraqlı olursınız.
Onu da bəlkə videosunu çəkibsə göstərərəm, baxarsınız. Biz burada gedirik. Bir tapmışıq nəvələ bir yer. Varsa bir iki bir qoy. Bax. Bir də biz 2 dənə belə dəniz klubu tapmışıq. Birində yemək yaxşıdır, o birisində isə liraklar yaxşıdır. İkisi də bir-birinin yanındadır. Biri sağdadır, biri solda. Biz arada ya orada ya burada qalırıq. İndi görə hansında yer olsa, çünki arada gəlirsən deyir ki yer yoxdur da, o hamısı tutublar. Bizə ən erkən gəlmirik də. İndi məsələn, indi bilmirəm saat neçədir. Hələ lap erkəndir. Ona görə şeylər var. Yerlər tutulur. Belə indi özü demək olar ki dənizə çatmışam. Bir baxacaq. Baxayım görüm hara yaxşıdır orada qalar. Bura dənizdir. Görürsünüz. Are there good ones? In the front? Yeah, in the front. Any camarada. But I want good one. Last time you gave me broken one, you know. Ya les dije que no le gustó, Hola, que estaban hola. rotos los camastros. Last time you gave me a broken one. I don't want to. Is a good one? You have good ones? Gəlmişik dənizə. Keçən dəfə mənə lizak vermişdi. Yəni tam qalxmırdı da yuxarıda. Deyirəm ki, mənə keçən dəfə şey eləmişdin də. Vermişdin, işləməyən lizak vermişsən mənə. Deyirəm normal varsa normal lizakdan şey eləyək, götürək. Buranı təklif eləyir. This or this? Sure. I can take this one. Are they good? Can I check? Check. Is last time I was laying down Can you and sit? I wasn't. That is good. It was going up. So I just put it like this. Okay, that's a good one. Let's check the other one as well. That is different. Uh, Very different. yeah. Now I know. Last time I didn't know, right? Let me put this one in here as well. Let's put these down. Yeah, that's good. All right. Okay now? Yeah, I'll pay now. 300, right? 300. 300, yes. Yeah. Here you go. Okay, my friend. Welcome. Thank you. Arkadaşın adı Pablo'du. Geçen de burada işləyirdi. Özünü tanıyor, adamlar tanıyor. İşte ofisantları belə tanıyor. Kim harda qalsa özü hamısını bilirik. Böyle burada problem bir dənə şeydir. Demək yosunlar, hə? Su altı yosunlar olur burada belə. Gəlib bunları böyle təmizləyirlər, böyle traktoruna gəlib yığışdırırlar hər səhər. Ümumiyyətlə Meksikanın ən böyük problemidir turistik baxımından. Həmişə problem yaradır adamlara. Diyemiyorum. Bizimkiler arada kaldılar. Tam taraflarda. Arkadaşlar böyle denizdi. Baxdınız, gördünüz belə. Buradan ada var o tarafta. Adı Kazumel adasıdır. Orada böyük gəmilər gəlirlər, kruiz gəmiləri. Buradan da ise o adaya getmək olar. Məsələn 10 dollardır. Gelip orada məsələn gəzmək olar o adanı. Get down that. Biz de burada istirahət eləyəcəyik bu günləri. Belə dənizdir, qəşəng. İstidir suyu. İndi isə gün ortadır. Yaxşı istirahət elədik. İndi gedirik bu inlərin
rəqslərinə baxmağa. Ne göstereceğim size, bakarsın. Eyvay, qalxıblar direğin üstüne. Oradan da şimdi fırlanıp düşəcəklər aşağı. Baş üstü aşağı düşəcəklər. Ümumiyyətlə bu şəhərin ən belə mərkəzi yeridir. Buradan gəmilər gedir balaca o adaya, Kazımel adasına. Shopping mərkəzi var o tərəfdə və burada da ki ən tanınmış meydanıdır, belə deyək, şəhərin. Qalxıblar yuxarı. Evet, rəsmi geyimlərində. Adamlardan belə pul yığacaqlar. Kim baxır hamısına. Başlayacaqlar sonra düşməyə aşağı. Başlar fırlamağa. Getdilər. Belə bir şovunu gördüğünüz kimi. Da başka bir şovdur burada. Gelin buna baxaq. Biz bu heykelin altında. Belə maraqlı şeyə baxdıq. İndi geri öz əvvəl kiraladığımız bu oturacaqlar tərəfə. Dəniz var, doludur. Adamlar hər yerdə adamdır. Gördüyünüz kimi yanvar ayı, yanvarın əvvəli, Torontoda belə qış, soyuq. Burada isə yaydır. Ona görə biz qışda çalışırıq belə gələk. Yayda olsa bizdə isti olur. Qışda bizə soyuq olanda belə isti yerə gələndə adama ləzzət edir. Adam çox olur. Aynen. Neyse.
Geçenler burada caz sürmüşük belə. Artık uca akşamdır. Saat 4-5'dir, uca gedirik yavaş yavaş. Gedirik eve. Ben gün buradaydım. Böyle canlı musiki de var burada. Gördüğünüz kimi. Maraqlı yerdir, məsləhət görəm amma kim istəyirsə gəlməyə. Playa del Carmen, Meksika. Axşam üstüdür. Basendir. Məşq salonundan gəlirəm indi. Biraz məşq elədim. Kimsə yoxdur. Hamı gəzir. Barlarda, restoranlarda görürsünüz boşdur bura. Və gün orta vaxtı gəlib uzanmaq olar burada. Axşam üstüdür belə. Qəşəng uzun basendir. Buradan da görə bilərsiniz ki, mağazinlər, Walmart var. Sonra Mega'dır. Burada yeni il şənlikləri davam edir, gördüyünüz kimi. Bazar günümüzü baxın, hələ də adamlar istirahətlər, polislər yolu bağlayıblar. Sonluq gedir. Belə. Hələ təzə binalar çoxdur burada, ərazidə. Hamısı kiraya gedir, belə. Airbnb, Booking.com belə oradan kiraya götürə bilərsiniz belə evləri. Sezon vaxtı, indi sezondur belə. Qiymət daha yüksək olur, amma belə başqa vaxtlar götürsəz lap ucuz olur. Belə işlər. Nəysə, çox sağ olun vaxtınıza görə, hamınıza uğurlar. Yeni ildə uğurlar. Can sağlığı arzulayıram. Sağ olun.